Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnar Rəhimov Tambovski. Ucuz bir insana, yəni keyfiyyətsiz bir insana hörmət etdikdə nə baş verir? Bir zaman müddətindən sonra siz artıq istismar obyektinə çevrilirsiniz. İlk öncə sizin sərhədləriniz heçə sayılır. Yəni sizin istəkləriniz, arzularınız daimi ignor olunur. Və bunun nəticəsində siz də öz istəklərinizi, arzularınızı, ehtiyaclarınızı başqalarına görə təxirə salmış olursunuz. Siz daha öncə heç bir zaman edə bilmərəm və yaxud da etmərəm dediyiniz şeyləri edərkən özünüzü kəşf edirsiniz. Yavaş-yavaş çöküşə doğru yol alırsınız. Və bunun dahası da var. Bir müddətdən sonra ekonomik cəhətdən də istismar olunursunuz. Fərqi yoxdur, imkanınız az oldu və yaxud da çox oldu. Daimi siz nəyinsə bədəlini ödəyirsiniz. Xırda qəpik quruş da ola bilər, böyük məbləğli pullar da ola bilər. Daha sonra zamanınız da boşa getməyə başlayır. Artıq zamanınız sizə aid olmur. Bir də kəşf edirsiniz ki, özünüzü artıq bütün həyatınızı kiməsə, kimlərəsə sərf etmişsiniz. Yəni, öz məsuliyyətlərinizi də artıq yerinə yetirə bilmirsiniz. Artıq başqalarının töküntülərini, dağıtdıqlarını yığmağı özünüzə borc bilirsiniz. Və nəhayət, bu da çox önəmlidir, bütün bu edilənlərə görə quru təşəkkür belə almırsınız. Və ən dramatiki də budur. O şeyləri az eləyəndə, yəni ya imkansızlıqdanmı, ya xəstəlikdənmi, ya yorğunluqdanmı, ya ki, başınıza bir hadisə gəlib, şərait elə gətirib, artıq düşmən gözü ilə sizi görməyə başlayırlar. Və axırda da olan budur. Sən mənim üçün nə etmirsən ki? İti görüm, şeytanı görüm, amma səni görməyim. Və bu da güvəni azaltmağa başlayır. İnsanın ki, digər insanlara güvəni öldü, avtomatik olaraq həyata güvənməməyə başlayır. Həyatda gələcəkdə onu nəsə gözləyəcəyinə, nəsə yaxşı bir şeyin gözləyəcəyinə inanmır. Və ardınca nə gəlir? Həyatın anlamının itirilməsi gəlir. Anlam da etdi, insan düşür boşluğa və depressiyanın dərin simptomları başlayır. Davamlı olaraq əhval-ruhiyyənin pozulması, həyatdan zövq almamaq, diqqət dağınıqlığı, ya çox yemək, ya da heç yemək yeyə bilməmək, ya çox yatıb özünü qapatmaq, ya da heç yuxuya gedə bilməmək, fiziki iş görməməyinə rağmen orqanizmdə total gücsüzlük hiss eləmək və nəticədə tam bir çöküş. Diqqətinizə görə minnətdaram. Sağ olun.